Salam, bürclər aləminin ən orijinal, ən vizyoner, intellektual sərhədləri aşan və hər zaman gələcəyi bu gündən yaşayan əziz dolçaları. Bu həftə sizin üçün sanki daxili dahanızı ortaya qoyacağınız, rəqəmsal və sosial mühitlərdə parlayacağınız, eyni zamanda həyatınıza tamamilə yeni, innovativ bir nizam gətirəcəyiniz çox xüsusi bir fəza bələdçisidir. İdarəçi planetləriniz olan Uranus və Saturnun bu həftəki kosmik rəqsi sizə həm böyük bir azadlıq və yaradıcılıq eşqi bəxş edəcək, həm də ideyalarınızı reallığa çevirmək üçün lazım olan o güclü nizam-intizamı təmin edəcək. 15 iyun bazar ertəsi səhərinə gözlərinizi açdığınız andan etibarən zehninizdə fərqli qığılcımlar, yeni layihə ideyaları və sosial layihələrlə bağlı böyük bir coşqu hiss edə bilərsiniz. Həftənin ilk günü bir çoxları üçün rutin və yorucu görünə bilər, lakin bir dolça üçün bu bazar ertəsi yeni üfüqlərə addım atmaq üçün mükəmməl bir başlanğıcdır. İş mühitində və ya təhsil həyatınızda fərqli baxış bucağınız sayəsində hamının çətinlik çəkdiyi məsələlərə anında ən qeyri-adi və praktik həll yollarını tapacaqsınız. Rəhbərliklə və ya kollektivlə edəcəyiniz mühüm görüşlərdə gələcək vizyonunuzu elə bir fəsahətlə təqdim edəcəksiniz ki, ətrafınızdakı hər kəs sizin bu intellektual enerjinizə heyran qalacaq. Günün ikinci yarısında internet, texnologiya, rəqəmsal media və ya sosial şəbəkələr üzərindən idarə etdiyiniz işlərdə böyük bir canlanma və ya gözlənilməz müsbət bir rəy ala bilərsiniz. Axşam saatlarında isə zehninizdəki o sonsuz düşüncə axınını biraz sakitləşdirmək üçün dost qrupları ilə onlayn və ya canlı bir araya gəlmək, fəlsəfədən, elmdən və ya gələcək planlardan danışmaq ruhunuza əsl məlhəm olacaq. Həftənin ikinci günü, yəni 16 iyun çərşənbə axşamına qədəm qoyduqda isə göy üzünün enerjiləri daha çox maddi məsələləri, şəxsi resurslarınızı və maliyyə təhlükəsizliyinizi diqqət mərkəzinə gətirir. Bir dolça olaraq siz maddi dəyərlərə həddindən artıq bağlanmağı sevmirsiniz. Pul sizin üçün sadəcə ideyalarınızı reallığa çevirmək və azadlığınızı qorumaq üçün bir vasitədir. Lakin bugün ulduzlar sizə büdcənizə qarşı daha strateji və hesablı olmağı məsləhət görür. Ola bilsin ki, rəqəmsal sərmayələr, bank əməliyyatları və ya gələcək layihələrinizin büdcə planlaması ilə bağlı bəzi sənədləşmə işləri gündəmə gəlsin. Hər bir xırda detalı, rəqəmi 2 dəfə yoxlamaq sizin xeyrinizə olacaq, çünki bugün diqqətdən qaçan kiçik bir bənd sonradan əlavə zəhmət yarada bilər. Günün ortalarına doğru ticarət və ya rəqəmsal satışla məşğul olan dolçalar üçün olduqca bərəkətli və uğurlu bir maliyyə axını yarana bilər. Sevgi həyatınıza gəldikdə isə bu çərşənbə axşamı münasibətlərdə qarşılıqlı azadlığa hörmət və zehni harmoniya ön plandadır. Partnyorunuzla eyni mövzu üzərində müzakirə aparmaq, intellektual bir layihədə ortaqlıq etmək aranızdakı bağı daha da dərinləşdirəcək. Subay dolçalar üçün isə tamamilə fərqli, bəlkə də qeyri-adi hobbiləri olan, fərqli bir dünya görüşünə sahib bir insanla rəqəmsal bir platformada və ya dost mühitində qarşılaşmaq ehtimalı olduqca yüksəkdir. Axşam saatlarında təmiz havada qısa bir yürüyüş sinir sisteminizi dincəldəcək. 17 iyun çərşənbə günü gəlib çatdıqda, həftənin tam ortasında emosional olaraq biraz daxili dünyanıza çəkilmək və şuuraltınızın səsinə qulaq asmaq ehtiyacı hiss edə bilərsiniz. Ayın bugün tutduğu mövqe sizin emosional həssaslığınızı artırır və hər zaman məntiqlə idarə etməyə çalışdığınız daxili dünyanızda bəzi dalğalanmalara səbəb ola bilər. Səhər saatlarında daxilinizdə səbəbsiz bir yorğunluq və ya insanlardan biraz təcrid olunmaq istəyi oyanarsa, buna qarşı dirənməyin, ruhunuzun da rəqəmsal detoksa və səssizliyə ehtiyacı var. İş mühitində bəzi dedikodular, pərdə arxası oyunlar və ya ləngimələr qarşınıza çıxa bilər. Sizin hər zaman hadisələrə yuxarıdan, obyektiv bir baxışla baxmaq qabiliyyətiniz bu xaotik mühitlərdən tamamilə zərərsiz çıxmağınıza kömək edəcək. Heç bir qütbə qoşulmayın və sadəcə öz vizyonunuza fokuslanın. Günün ikinci yarısında psixologiya, astrologiya, şəxsi inkişaf və ya gizli qalmış mövzular üzərində araşdırmalar aparmaq üçün inanılmaz bir ilham dalğası gələcək. Ailə münasibətlərində isə bugün evinizdə, yuvanızda sülhü qorumaq, ailə üzvlərindən birinin sizə ehtiyacı olan mənəvi dəstəyi səmimiyyətlə vermək daxili güvən hissinizi yenidən bərpa edəcək. Axşam saatlarında işıqları azaldıb, sakit bir musiqi fonunda yalnız özünüzlə qalmaq sizə əsl daxili dinclik bəxş edəcək. Həftənin bəlkə də sizin üçün ən güclü, ən işgüzar və parlaq nailiyyətlərlə dolu günlərindən biri 18 iyun cümə axşamı günü olacaq. Göy üzünün möhtəşəm konfiqurasiyası sizin ünsiyyət, təhsil, ticarət və yaxın ətraf evinizi parıldadır.
Səhər tezdən masanızın arxasına keçdiyiniz andan etibarən içinizdə sarsılmaz bir iradə, böyük bir inandırıcılıq gücü və hədəflərinizə doğru sürətlə irəliləmək motivasiyası hiss edəcəksiniz. Bugün mühüm biznes müqavilələrinə imza atmaq, yeni layihələrin təqdimatını etmək və ya geniş kütlələrə xitab edən çıxışlar etmək üçün fəza sizə yaşıl işıq yandırır. Sözləriniz elə bir maqnetizm daşıyacaq ki, ən inadkar insanları belə öz tərəfinizə çəkməyi bacaracaqsınız. Fiziki sağlamlığınıza da bugün xüsusi diqqət yetirməlisiniz. Dolça bürclərinin həssas nöqtəsi olan qan dövranı, baldırlar və sinir sistemini qorumaq üçün gün ərzində kiçik fasilələr verməyi, bol su içməyi və kompüter qarşısında uzun müddət hərəkətsiz qalmamağı laqeyd qoymayın. Axşama doğru sosial həyatınızda böyük bir canlanma gözlənilir. Nüfuzlu və intellektual şəxslərin toplandığı bir mühitə, seminara və ya rəqəmsal bir konfransa dəvət ala bilərsiniz. Bu mühitlərdə öz fərqli üslubunuz və səmimi söhbətinizlə diqqət mərkəzində olacaq, gələcək karyeranızda sizə böyük imkanlar aça biləcək mühüm yeni əlaqələr quracaqsınız. İş həftəsinin sonu 19 iyun cümə günü təqvimdə öz yerini aldıqda isə üzərinizdəki o gərgin iş rejiminin və məsuliyyətlərin yavaş-yavaş azaldığını, daxili dünyanızda böyük bir yüngülləşmə hissinin oyandığını görəcəksiniz. Cümə günü enerjiləri daxili dünyanızda estetikaya, sevgiyə, harmoniyaya və həyatın zövqlərinə olan ehtiyacınızı zirvəyə daşıyır. İşlərinizi günün ilk yarısında böyük bir nizamla yekunlaşdırıb, fikrinizi tamamilə həftə sonunun o dincəldici planlarına yönəldəcəksiniz. Maliyyə baxımından bugün olduqca şanslı və bərəkətli bir gündür. Gözləmədiyiniz bir rəqəmsal layihədən gələn gəlir, bonus və ya köhnə bir sərmayənin gətirdiyi qazanc keyfinizi daha da yüksəldə bilər. Özünüzü mükafatlandırmaq, uzun zamandır arzuladığınız texnoloji bir gadjeti, keyfiyyətli bir geyimi almaq və ya şəxsi baxımınızla məşğul olmaq üçün mükəmməl zamandır. Cümə axşamı sizin eşq həyatınızda son dərəcədə zərif və unudulmaz anlar vəd edir. Evli və ya münasibəti olan dolçalar partnyorları ilə birlikdə şık, sakit və eyni zamanda intellektual dərinliyi olan bir axşam keçirərək aralarındakı o emosional bağları daha da gücləndirə bilərlər. Subay dolçalar isə bu cümə gecəsi qatılacaqları sosial mühitlərdə öz təbii və sərbəst auraları ilə bir çox insanın nəzərini cəlb edəcək və bəlkə də gələcəkdə həyatlarında mühüm yer tutacaq o xüsusi insanla ilk vizual təması quracaqlar. Həftə sonunun ilk günü 20 iyun şənbə günü tamamilə sizin daxili azadlığınızı bərpa etmək, ruhunuzu və bədəninizi təbiətlə şəfalandırmaq üçün mükəmməl bir gündür. Göy üzü sizə bugün şəhərin o yorucu xaosundan, monitorların və ekranların parlaqlığından biraz uzaqlaşmağı və ruhunuzu sakitləşdirəcək məkanlara üz tutmağı şiddətlə tövsiyə edir. Əgər imkanınız varsa, açıq havada, təbii bir məkanda, dəniz kənarında və ya meşəlik bir ərazidə gəzintiyə çıxmaq, fiziki olaraq hərəkətdə olmaq bədəninizdə yığılmış bütün negativ enerjini və həftənin stressini tamamilə yuyub aparacaq. Şənbə günü həm də evinizdə və ya iş masanızda böyük bir rəqəmsal və fiziki təmizlik etmək, lazımsız fayllardan, köhnə əşyalardan azad olmaq üçün mükəmməl zamandır. Ətrafınızdakı fəzanı təmizlədikcə zehninizdəki o sonsuz layihələrin və düşüncələrin də necə yerbayır olduğunu heyrətlə izləyəcəksiniz. Dostlarınızla olan münasibətlərdə bugün çox səmimi bir atmosfer hakim olacaq, sadiqliyinə güvəndiyiniz yaxın dostlarınızı evinizə dəvət edə bilərsiniz. Sizin o fərqli qonaqpərvərliyiniz və səmimi söhbətləriniz hər kəsə xoşbəxtlik bəxş edəcək. Və nəhayət, həftənin son günü 21 iyun bazar günü gəlib çatır. Bugün sadəcə sıradan bir istirahət günü deyil, astroloji təqvimdə ilin ən mühüm dönüş nöqtələrindən biri olan yay gündönümünün baş verdiyi və günəşin rəsmi olaraq xərçəng bürcünə keçid etdiyi möhtəşəm bir gündür. Sizin üçün bu kosmik hadisə gündəlik həyatınızın nizamı, iş mühitiniz, rutinləriniz və fiziki sağlamlığınız üzərinə böyük və parlaq bir işıq salır. İndiyə qədər diqqətiniz daha çox böyük ideyalar və sosial qruplar üzərində idisə, bugündən etibarən enerjiniz daha çox öz şəxsi həyat keyfiyyətinizi artırmağa, sağlamlığınıza və gündəlik işlərinizi daha səmərəli şəkildə strukturlaşdırmağa yönələcək. Bazar gününün növbəti aylarda qidalanma rejiminizdə hansı dəyişiklikləri etmək istədiyinizi müəyyənləşdirmək, yeni bir idman proqramına başlamaq və ya iş mühitinizdə hansı strateji yenilikləri tətbiq edəcəyinizi planlaşdırmaq üçün mütləq istifadə edin. Axşam saatlarında isə gələcək yeni həftənin gərginliyini hazırlaşmaq üçün özünüzə tam bir daxili səssizlik və hüzur tanıyın, yüngül bir meditasiya etmək, niyyətlərinizi qeyd etmək və fəzanın sizə bəxş etdiyi bu yenilənmə enerjisinə qəlbinizi açmaq yeni həftəyə tam enerjili, balanslı və inamlı bir dolça kimi başlamağınıza kömək edəcək.
Kainatın sizə bəxş etdiyi bu unikal intellektual gücə inanın və hər zaman öz daxili işığınızı ətrafınıza yaymağa davam edin.